Rekordun yüklənməsi biraz çəkir ona görə. Aha, deməli hər iki tərəfdən düzləndirmə nə oldu? Justify. Yəni Ctrl J düyməsi. Bu oxlar var. Deyək ki, nə iş görür? Sətir abzaslar arası məsafəni artırıb azaltmaq üçün nəzərdə tutulubdur. Sətir abzaslar arası məsafəni artırıb azaltmaq üçün nəzərdə tutulub. Minimum 1, maksimum 3-dür. Yəni 1, 3. Nə üçün nəzərdə tutuldu? Sətir abzaslar arasındakı məsafəni artırıb azaldır. Daha sonra var bu vedrə işarəsi. Mətnin arxa planına rəng vermək üçündür. Bu digər əmrlərdə də demişdim. Yəni əvvəldən olanlar bilir, background da həmişə bu olur. Yəni arxa fon üslubları yaratmaq üçündür. Vedrə işarəsini gördünüz. Mətnin arxa planını rəngləyir. Daha sonra var belə bir işarə. Bunu necə sual verir? Deyir, mətn hissəsinə sərhəd əlavə edir və yaxud da ki, əhatəyə alır. Bordersdir. Yuxarıdan, aşağıdan, soldan, sağdan, heç xətsiz, no border, all borders ümumilikdə. Yəni, mətn hissəsini əhatəyə almaq üçün hansı əmrdən istifadə olunur desə, bu əmrdir. Yadda qalsın. Şəkli verdi. Əmrlər gözünüzün qabağına gəlsin. Hər biri abzasla bağlı olanlarda onu yadınızda saxlayın. Lent qrupunu soruşdu. Paragraf lent qrupudur. Paragraf. Lent tabını soruşdu. Home lent tabıdır. Yadda qalsın. Stillər dəyişmək üçün təriflərin əsas baxırsınız editing lent qrupuna. Editing lent qrupunda var find əmri. Find axtarış etmək üçün nəzərdə tutulubdur. Yəni mətn hissəsində axtarış etmək üçündür. Klaviatura qarşılığı Ctrl F düyməsidir. Ctrl F. Find əmrini sual verir. Find əmrini aktiv elədiyimiz zaman hansı pəncərə açılır? Yadda qalsın. Find əmrini aktiv elədiyimiz zaman navigation pane açılır. Yəni naviqasiya pəncərəsi. Və sual verir. Navigationda nə üzrə axtarış edə bilərəm? Headings başlıq üzrə axtarış edirəm. Page səhifə üzrə axtarış edirəm. Bir də ki, result nəticə üzrə. Baxın, find əmrini aktiv elədiyim zaman navigation adlı pəncərə açıldı. Navigationda nə üzrə axtarış elədim? Headings başlıq, page səhifə, resultdakı nəticə. Klaviatura qarşılığı nə oldu? Ctrl F düyməsi. Ctrl F. Daha sonra var replace. Replace əvəz etmə deməkdir. Yəni, mətn hissəsindən bir hissəni digər sözlə əvəz edirsən. Replace-in klaviatura qarşılığı Ctrl-H düyməsidir. Ctrl-H. Sual verər. Daha doğrusu düşübdür imtahanınıza. Deyir ki, replace əmrini aktiv elədiyim zaman hansı pəncərə açılır və PDF-də falan yoxdur. Ona görə diqqətli olun ki, yadınızda qalsın. Replace əmrini aktiv elədiyimiz zaman Find and Replace pəncərəsi açılır. Replace əmrini aktiv elədiyim zaman Find and Replace pəncərəsi açılır. Daha sonra burada go to var. Go to-nun məsələsini gələn dərs işlədəcəm. Çoxdandır go to məsələsindən düşmür, amma sadədir. Sadəcə go-to-dan deyim ki, hər hansı bir sözə keçid etmək üçün nəzərdə tutulubdur. Go-to. Klaviatura qarşılığı Ctrl-C düyməsidir. Yəni baş hərfindən də C ilə. Ctrl-C. Yenə deyirəm, məsələsini gələn dərs deyəcəm. Sadəcə yadınızda qalsın ki, deyir ki, go-to ilə
nələrə keçid etmək olmaz? Go to ilə 3 dənə şeyə keçid etmək olmur. Başqa sözə, başqa sənədə, başqa abzasa. İstəsəniz qeyd eləyin, PDF-də yoxdur. Desək ki, go to ilə nələrə keçid etmək olmaz? Başqa sözə, başqa sənədə, başqa abzasa. Bunlara keçid etmək olmur. Bir də klaviatura qarşılığı Ctrl-C düyməsidir. Yəni, məsələ deyəndə, məsələni də gözünüzdə böyütməyək. Yəni, sadə məsələlərdir. Replace-in bir də deyirəm, klaviatura qarşılığı Ctrl-H. Replace əmrini aktiv elədim. Find and Replace pəncərəsi açıldı. Orada oldu Go to əmri. Go to-nun klaviatura qarşılığı Ctrl-G. Go to ilə nələrə keçid etmək olmaz? Başqa sözə, başqa sənədə, başqa abzasa. Daha sonra var select əmri. Select seçmək deməkdir. Yəni mətn hissəsindən hər hansı bir söz və yaxud da fraqment eyni şeydir, seçmək üçündür. Select all deyəndə ümumilikdə mətn hissəsidir. Select object deyəndə obyektləri. Burada da belə bir selection pane açılır. Necə ki navigation pane var. Selection pane-də də obyektlər əlavə olunanda burada show olunan göstərir, hide olunan da gizlədir. Obyekt də deyəndə misal üçün hər hansı bir fiqur əlavə edirəmsə də o obyekt sayılır. Show olunan görsənir, hide olunan da ki gizlədilir. Hansı əmrlə? Select əmrindən, selection pane-dən. İstər find əmri olsun. İstər replace, istərsə də select. Bu üç əmrin üçü də yerləşdi editing lent qrupunda, home lent tabında. Aydındır hər kəsə. Word-ün arxasını gələn dərs izah eləyəcəm. Gələn dərs bitirdikdən sonra testlərini işlədəcəm. Fərqli testlər də var. Sırf lent tabları, lent qrupları, əsas onlarda onlar düşür. Bir də ki, print məsələlərini. Təkrar onlardan test verəcəm, amma bitirdikdən sonra. Çünki bu proqramlar elədi ki, proqramı ümumilikdə bitirməmiş testini işlətmək olmur. Çünki hər birindən düşür. Ona görə inşallah ki, gələn dərs bitirirəm Word-ü. Sual-cavab eləyirəm. Misal üçün, HomeLink tabını keçdim, Word haqqında məlumat verdim. Soruşuram sizlərdən, hansısa birinizdən soruşdum. Daha sonra Insert lent tabına keçirəm. Insert lent tabından bir yerdə əvvəl keçdiyim Word haqqında məlumat Home-u başqa birinizdən soruşacağam. Yəni, tabları keçdikcə arxaya qayıdacağım, təkrar sual-cavabına. Yadınızda saxlayın ki, sual-cavab olmasa test işləmək mümkün deyil. Əgər burada sual-cavabda iştirak edə bilməyən insan testi işləməyi qeyri-mümkünsüzdür. Göz yaddaşı deyilən bir şey var, doğrudur. Amma ən azından burada mən sual verəndə ki, hansı əmr harda yerləşir, o göz yaddaşından belə də yadda qalıb deməlisən. Ona görə dərsə də diqqətli olun ki, testi işlədəndə testdə də tapa biləsiniz. Həmişə yadınızda saxlayın. Birinci dərs. Dərsdə cavab verə bildiniz, azdan çoxdan demirəm, belə gəlin əzbərçilik kimi olsun. Elə də yadınızda qala bilər əslində. Elə tələbə var, soruşursan, su kimi cavab verir və testi də elə işləyir. O dərsə elə cavab verəndə, mən bilirəm ki, o testi işləyəndə hər hansı bir çətinliyi olmayacaqdır. Qət ola bilməz, yaxşı cavab verənin. Ona görə birinci əsas məsələ dərsi bitirdim Word-ü. Burada diqqətlə qulaq asırsınız. İndi rekordlara baxacam. Görüm tam aydın şəkildədirsə də, heç bir kəsilmə yoxdursa, rekordları atıram. Oradan təkrar edirsiniz. Bir də ümumi bitirəndən sonra testləri işləyirsiniz. İşte onda sizin tam beyninizə həkk olunacaqdır, başa düşəsiniz. Aydındır. Word-ün PDF-ini atıram, əlavə qoşulanlara görə. Rekordları yoxlayıb atacam. Gələn dərs hazırlıqlı gəlin ki, burada qarşılıqlı sual-cavabla, izahla, necə ki, indi dönə-dönə izah eləyirəm. Gələn dərsdə eləyim, Word-ü yekunlaşdıraq, imtahana yaxın, imtahanın vaxtı bilinməyib belə imtahanı.
Xeyr, müəllimə. Tamam. Elə olsun ki, imtahana yaxın bir dəfə də Word-u təkrar edim, bir dəfə də Excel-i təkrar edim. Başa düşdünüz? Gələn dərs hazırlıqlı gəldik. Burada da yenə həmişəki qaydada. Çıxa bilərsiniz. Sağ Sağ olun. olun müəllimə. Siz sağ olun. Sağ olun müəllimə. Sağ olun. Sağ Rekordları olun. yoxlayıb atacağım. Oldu müəllimə. Tamam. Sağ olun. Sağ olun. Siz sağ olun. Sağ olun.